Bu günlərdə Sabirabadda baş vermiş dəhşətli cinayət hadisəsi bütün ölkə ictimaiyyətini sarsıtdı. Məlum olub ki, 16 yaşlı gəlin xüsusi amansızlıqla qətlə yetirilib və daha sonra Kür çayına atılıb. Bu hadisə həm də uzun illərdir ölkəmizdə öz həllini tapa bilməyən və ciddi problem olaraq qalan erkən nikah məsələsini yenidən gündəmə gətirmiş oldu. Bəs nə baş verir? Niyə xüsusən də regionlarda erkən nikahların və bu cür dəhşətli cinayətlərin sayı artmaqdadır? Mənə elə gəlir ki, bu hadisələr təkcə erkən nikahla bağlı deyil. Cəmiyyətimizdə bir sıra problemlər yaranır. O da xüsusən cavanlara da, lap yaşlı insanlara da təsir edir. Bu problemlər də gəlir əsəb pozuntusuna gətirir, çıxardır. Sonra insanların bir-birinə aqressiv münasibətlərinə gətirib çıxardır. Mənəviyyat lazımi səviyyədə deyil. Mənəviyyatın üzərində işləmirlər. Xüsusən bizim televiziya verilişlərimiz, demək olar ki, əksər televiziya verilişlərimiz bu mənəviyyatı pozan verilişlər aparır. Elə verilişlər aparır ki, biz ona əvvəllər biz çox pis baxmışıq. Amma bunu açıq şəkildə orada qoyurlar, lap adamı əsəbinə təsir edir. Bunlar hamısı təsir edir insanın mənəviyyatına, onun psixologiyasına, onun gündəlik durumuna təsir edir. Bu da gətirir elə halların baş verməsinə səbəb olur. İnsanlar savada yönəlmirlər, xanım. İnsanlar biz övladlarımızı savada yönəltməliyik. Mənim də öz qızım var. Mənim qızım magistr oxuyub, Bakı dövləti bitirib, İtaliyada magistr oxuyub, indi doktorantdır. Onlar heç bir zaman səhv eləyə bilməz. Bu cahilliyin hamısı savadsızlıqdan əmələ gəlir. Çox təəssüf ki, ölkəmizdə də bu daha çoxdur, daha çoxluq təşkil edir. Zahiren baxanda hamımız bir-birimiz oxşuyuruq. Oğlan, qız, yaşlı. Amma əslində ruhumuzda böyük dəyişikliklər baş verir. Bu çox səbəbləri var. Birinci səbəb artıq uşaqların əlində telefonlar var. Onlar mincir oyunlarla oynayırlar. Artıq uşağın ata-anası yox, telefon onun məsləhətçisidir. Birinci ata-ana yerində deyil ki, onun qızları ərə verilir və ya o qızlar, oğlanlar ata-ananı eşitmir. Əgər bunun üçün qanunlar lazımdır. Əgər ərə verilirsə, xəlvət mi verilir? Əgər bu toy olursa, bura adamlar getmirmi? Oraya gedən adamların vicdanı yoxdurmu? Bax, öz yerində. Ancaq qanunlar qəti şəkildə qadağan eləməlidir. Ata haqqında, ana haqqında, övladlar haqqında tədbirlər görülməlidir. Uşaqların savadsızlıqdır, ya bilmirəm nədirsə. Valideynlər təqsirkardır da. Tez tələsirlər, qız uşağıdır, məsələn, fikirləşirlər ki, ərə verək. Oxumaq fikirləri yoxdur, amma fikirləşməyə oxutdurmaq lazımdır, savad vermək lazımdır, öz seçimləri olmalıdır. İndi elə vaxta gəlmişik ki, yəqin ki, savad birinci yerdədir. Oxutmaq birinci yerdədir, ancaq ki, indi biraz düşüncə yəqin fərqlidir də ona görə. Bu cür cinayətlərin təbii ki, yaranma səbəblərindən biri də elə siz dediyiniz kimi erkən nikahlardır. Təbii ki, insanlar daha yetişkin yaşlarda bir-birindən ailə qursalar, bir-birlərini başa düşsələr və bir-birini tanısalar və daha sonra təbii ki, onların arasında problem də yaranmaz, istər maddi baxımdan, istər digər məsələlər və bu da bu cür cinayətlərə gətirib çıxartmaz. Çox bəlalı bir informator var ki, o da bizim istifadə elədiyimiz telefonlardır və telefonda olan o, üzr istəyirəm mənə baxanlardan, dinləyənlərdən, o əxlaqsızlıq təbliğatı, bax, milləti də, xalqı da bu cürə, belə deyək, zəhərli vərdişlərə, mənasız yaşayışlara sövq edir. Bir də bizim qəbul etdiyimiz qidaların haradasa şübhəli bir tərəfi var. Mən bunu şəxsən özüm müşahidə eləyirəm. Uşaq yaşında, körpə yaşında olan bir Azərbaycan insanı çox erkən, belə deyək, cinayətə yönəldilir, çox erkən ayılır. Məsələn, orta məktəb uşağı 5-də, 6-da, 7-də oxuyan qız uşaqları ailə qurmaq haqqında, kiməsə eşq elan eləmək haqqında düşünürsə, bu nə zamandır, bu nə dövrdür?